Herkese salam dostlar. Yepyeni video ile karşınızdayım. Bugünkü videomuz yine farklı bir konseptdir. Farklı video ile karşınızdayım. Bugün Azərbaycan YouTuberlərindən ən çox tanınanların arasında Zevs var. Ve bugün Zevs'in hakkında video çəkəcəyik. Zevs kimdir? Zevs'in hakkında daha ətraflı heç kimin bilmədikləri aydınlaşdıracağıq və hər şeyi deyəcəyik. Videonun axıra kimi izləyin ki, dostlar, tam mənlə eyni fikirdə olasınız, yaxud nəyisə səhv demişəmsə düzəliş eləyin, nəyisə bilmirəmsə yorumlarda əlavə eləməyi unutmayın. İndi isə gəlin Zevs kimi YouTube'da tanınan, Azərbaycanda 1 milyon abunəyə sahib olan Ruslan Quliyev kimdir? Zevs bilirsiniz, Azərbaycanda ən böyük abunəyə sahib olan kanallardan biridir. Zevs'in görürsünüz 1,0.1 milyon abunəçisi var. Zevs yəni fərqli konseptlər çəkir, daha çox Varovskoy, qaqaları sındırmaq və TikTok'da düşüklü edənləri haqqında video çəkir ki, özlərini yığışdırsınlar və fərqli konseptlər çəksinlər. Zevs'in gəlin birinci özünün öz haqqında verdiyi məlumata baxaq. Görürsünüz burada postlarda 4 il əvvəl 10 milyon izlənməni keçdiyini qoyub və köhnə postlardır. Əsas səhifədə isə görürsünüz burada ətraflı var. 27 yaşı var, məqsədi Azərbaycan YouTube-u inkişaf etdirməkdir və official page'lər yazıb, yəni orijinal səhifələrin yazıb. Bu isə Instagram səhifəsidir. Lap arşivə getdim. Arşivdə bilirsiniz, Zevs əvvəl MMA ilə məşğul olub. Bu görürsünüz, yəni bədəni falan olub. Yəni həqiqətən idmanı sevib, idmanla çoxlu şəkillər var. Əksəriyyət şəkilləri yəni idman barəsində paylaşır, qələbələrini paylaşır. Yəni belədir. Yəni YouTube'a başlamamışdan əvvəlki vəziyyətidir bu. YouTube'a 2020'də sonra daha çox üstünlük verib. Görürsünüz, yəni əksəriyyət şəkilləri idmanla bağlıdır, döyüşlərini paylaşıb. İndi isə gəlin mənim Zevs'in haqqında bildiklərimi danışım. Yəni mən də Zevs'i çoxdandan izləyirəm. Zevs səhv eləmirəmsə 97-98 təvəllüddür. Zevs'in əsl adı Ruslan Quliyevdir. Zevsgil 3 qardaşdılar. Johnny, Sedoy və Zevs. Johnny də bilirsiniz, yəni qısa adlarını deyirəm. Johnny də bilirsiniz ki, YouTuberdir, kanalı budur. Johnny Zevs'dən sonra ikinci uşaqdır və Sedoy da bilirsiniz Zevs'in qardaşıdır. Sadəcə hardasa bir ilə yaxın deyil, yəni bir 6-7 ay əvvəl Sedoy tutuldu. Sedoyun tutulmağına da görə bilirsiniz yəqin ki 6 ay əvvəl Zevs bu videonu paylaşdı. Sonradan isə çox sayılı istəklərə görə Zevs YouTube-ya geri qayıtdı. Geri qayıdan kimi Roş Live'ın əsl üzünü açdı. Bu videoda izləyə bilərsiniz. Ondan sonra digər TikTok təpki videolar falan çəkdi və digər konseptlər çəkdi. İndi gəlin Sedoyun nə üçün tutulduğunu da videosunu qoyub açıq-aşkar izləyin, hər şey daha dəqiq başa düşəsiniz. Daxili İşlər Nazirliyinin kibercinayətkarlıqla mübarizə baş idarəsi Farmania.com dələduzluq piramidasını ifşa edib. Qurumdan bildirilib ki, son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən Farmania.com platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə Daxili İşlər Nazirliyinin kibercinayətkarlıqla mübarizə baş idarəsinə çoxsaylı şikayətlər daxil olub. Keçirilən əməliyyat texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarə etmə panelinin admini 18 yaşlı Hüseyin Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o sosial şəbəkələrdə özünü bloger kimi təqdim edərək Farmania.com saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirinlikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. Hüseyin Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq
dələduzluq yolu ilə mənimsənilməsinə nail olub. Hüseyn Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı 20 yaşlı Badamxanım Əhmədovanın adına açılan elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq Badamxanım Əhmədovada baş idarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Qeyd edilib ki, aparılan araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb. Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hüseyn Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla hüquqa zidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. Hüseyn Quliyevin idarəçisi olduğu Farmania.com tətbiqi vasitəsilə zərər çəkən digər vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər. Daxili İşlər Nazirliyi bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərini təşkil edən şəxslərə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən Farmania.com tipli tətbiqlərə inanmamağa çağırıb. Yəni, bəli, gördüyünüz kimi bu səbəblərə görə tutulub, qumar təbliğ etdiyinə görə həm də qızla şərik olublar, ona görə tutulub. İndi səhv eləmirəmsə, neçə isə il iş kəsiblər, yəni içəridədir. Allah özü kömək olsun. Amma mənə görə hələ də Zevs pis YouTuber deyil, yəni insan kimi insandır. YouTuber kimi də ki, uşaqlığımızın demək olar əksəriyyətin YouTuberidir. Həm də Azərbaycan YouTube'unu qabaq çəkənlərdən biridir, ən çox izləyən YouTuberlərdən biridir. Və bilirsiniz ki, davam edir, edəcək də. Neysə dostlar, videomuz bura kimi idi. Sonraki konseptimiz nə olsun yazmağı unutmayın. Bir daha dostlar, bizə də dəstək olun ki, biz də inşallah Zevs kimi yaxşı içəriklər çəkək. Zevs və digər Azərbaycan YouTuberlər, Harun Məmmədov və digərləri kimi qəşəng konseptlərimiz gəlsin. Dəstək olun dostlar. Video bura kimi idi. Sağ olun, salamat qalın.